Salam, hörmətli müəllimlər. Mən Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin TAİM-in metodika üzrə təlimçisi Aysel Balaşova. Bugün sizə test bankdan səhifə 232-də 12-ci testin izahını verəcəm. Deməli, baxaq testimizə nəzəriyyə ilə bağlıdır, mənəvi inkişaf nəzəriyyəsi ilə bağlı olan bir sualdır. Sinifdə summativ qiymətləndirmə zamanı köçürmək olmaz qaydası var. Şagird summativ zamanı yoldaşlarından birinin köçürməyə cəhd etdiyini görür. Deyir ki, əgər sən köçürsən, digər şagirdlər də köçürməyə cəhd edəcək və sinifdə qarışıqlıq yaranacaq. Situasiyada xüsusi işarələnmiş hissəni necə dəyişsək, cavab mənəvi inkişafın itaət cəza mərhələsinə uyğun olar. Xüsusi işarələnmiş hissəyə gəlin baxaq. Deyir ki, əgər sən köçürsən, digərləri də köçürdəcək. Bu fikri söyləyən şagirdin özü mənəvi inkişafın səlahiyyət sosial nizamı qoruma mərhələsindədir. Niyə görə o yoldaşlarına deyir ki, köçürtmə? Niyə? Çünki digərləri də sənə baxıb köçürdər, kütləviləşər, sinifdə xaos yaranar. Bu baxımdan da, yəni bu işarələnmiş fikir səlahiyyət sosial nizama aiddir. İndi bizdən istənilir ki, bunu hansı fikirlə əvəz eləsək itaət cəza olar? Digər variantda, yəni digər şəkildə desək, yəni belə bir situasiyada şagird necə bir münasibət, hansı fikri ortaya qoysaydı, biz deyərdik ki, itaət cəzaya aiddir. Cavabımız olacaq D bəndi. Niyə görə D bəndi? Çünki deyir ki, əgər köçürsən, müəllim səni tənbihləyəcək. Demək ki, bu şagird özü itaət cəza mərhələsindədir. Onun köçürməməsinə səbəb qorxu hissidir. Qayda var, köçürmək olmaz. Mənfi nəticə ilə üzləşməkdən qorxan bir şagird olduğu üçün qarşı tərəfə, yoldaşına da bu fikri söylüyor. Bu baxımdan da D bəndi olacaq itaət cəza mərhələsinə aid fikir. Məsəl üçün, bəzən müdavimlər A bəndi ilə qarışdırırlar ki, əgər köçürsən, sənə görə bütün sinif cəzalanacaq. Burada cəzalanacaq fikri sizi çaşdırmasın. Çünki itaət cəzada olan insan yalnız öz nöqteyi nəzərindən baxır məsələyə. Yəni, yalnız mən cəzalanmayım nöqteyi nəzərindən. Burada isə bütün sinifi düşündüyündən itaət cəzaya aid edə bilmərik. Cavabımız D variantı olacaq. Sağ olun, görüşərik.